Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Ona itaat edənləri, təqvalı olanları, Allahdan haqqı ilə qorxanları izzətləndirən, öz itaəti ilə izzətləndirən Allaha həmd olsun. Allah Subhanahu asi olanları, Allah Subhanahu əmrindən çıxanları rəzil edən Allaha həmd olsun. Onu şahid edənlərə kömək olan Allaha həmd olsun. Onun dostlarına, onun dininə, onun şəriətinə nifrət edənlərə, qarşı çıxanlara, alçaldan, rəzil edən Allaha həmd olsun. Allah Subhanahu üçün heç kəsdən, Allah Subhanahu şəriəti üzərində, dini üzərində heç kimin danlağından qorxmayan, möminlərin qəlbini güclü edən Allaha həmd olsun. Və hər bir müsəlman Allah Subhanahu qorxmalıdır. Allah Subhanahu qeyri heç bir kəsdən qorxmalı deyil. Allah Subhanahu açıqda da, aşkarda da, gizlində də özünə muraqib, özünə görən, özünün üzərində həmişə daimi olan görməlidir. Allah Subhanahu sevməyənə, Allah Subhanahu nifrət edənə, dinə nifrət edənə, möminlərə nifrət edənə nifrət eləməlidir. Onları sevməməlidir. Onlarla dostluq eləməməlidir. Allahın dininə qarşı düşmənçilik edənlərlə dostluq etməməlidir. Bu imanı öz qəlbində otuzdurmalıdır. Və Allah Subhanahu heç bir şəriki yoxdur. Allah Subhanahu təkdir. Muhammed sallallahu əleyhi və səlləm onun quludur, rasuludur. Və Allah Subhanahu tövhiddən sonra, şirki insanlara bəyan edəndən sonra, öz dinində şirkin, tövhidin ən üstün, ən böyük məqamı olduğunu bildirəndən sonra hər bir ümmətə, bizim ümmətə elə bir ən böyük bir əməl qoyub ki, hər bir müsəlmanın üzərinə o lazımdır, vacibdir. Bu da Allah Subhanahu dininə çağırmaq, yaxşılıqları əmr edib, pisliklərdən çəkindirməkdir. Çünki insan özü şirki biləndən sonra, tövhidi biləndən sonra, Allah Subhanahu onun dinin, onun rasulun, onun kitabın, sahabələri, bu şəriətdə olanları, müsəlmanları sevəndən sonra istəməlidir ki, digərlərini də bu cür İslam'a dəvət eləsin. Digərləri də bu cür olsun. Onlar kimi olsun. Allah Subhanahu sevsinlər. Onlarla dostluq, qardaşlıq edib yox. Onları dəvət edib. Yəni, Allahı sevməyənlərlə dostluq eləmək olmaz. Amma Allahı sevməyənləri İslam'a dəvət eləmək lazım. Quran-ı Kərimdə, Muhammed s.ə.v-in sünnətində neçə dəlillər var ki, bu ümmət ən xeyirli ümmət olub ona görə ki, yaxşılıqları əmr edib, pisliklərdən çəkindirir. Allah Subhanahu çağırır, şirkdən çəkindirir. Allaha sevgini öyrədir, Allaha qarşı nifrəti, dinə qarşı nifrəti uzaqlaşdırır, inkar edir. Və hər bir insan bilməlidir ki, Allah Subhanahu onun üzərində rəqibdir. Allah Subhanahu elədiyi hər bir işi bilir. Baxdığın hər bir baxışı Allah bilir. Atdığın hər bir addımı Allah bilir. Düşündüyün hər bir fikri Allah bilir. Qəlbin hər döntüsünü Allah bilir. Bunları biləndən sonra sən birinci özü düzəlməlisən. Çünki sən hər bir şeyində, hər bir əməlində, yatanda da, duranda da, hətta sən yuxuda nə görürsən, yuxudan durandan sonra özün bilmirsən. Amma Allah bilir. Hər bir şeyi Allah bilir. Onun üçün sən özü düzəlməlisən. Hər bir şeyi biləndən sonra ki, Allah bilir, sənin öz və gizlin olan şeyləri də Allah bilir. Heç arada gizli şey yoxdursa, deməli sən əməli düzəltməlisən. Allahın qarşısında sənin gizlin yoxdursa, deməli sən açıq-aşkarsan. Onun üçün əməllərin düzəlməyibsə, sən birinci başqasını düzəldə bilməyəsən. Başqasını dəvət eləyə bilməyəsən. Ən böyük günah olan şirkdən sonra sən şirkdə deyilsən, amma başqasını şirkdən nəsə çəkindirəsən, özü düzəlməklə biləsən ki, Allah Subhanahu şəriətində qadağan olan şeylərin çəkinsən, sənin dəvətin qəbul tapacaq. Sənin dəvətin uğur tapacaq. Baxın, sahabələrin zamanında sahabələrin dəvəti niyə uğur tapırdı, bizim dəvətimiz niyə uğur tapmır? Çünki onlar özlərin düzəltdiyi halda sözləri ilə əməlləri düz gəlirdi. Dedikləri ilə elədikləri düz gəlirdi. Onlar bilirdilər ki, vallahi Allah Subhanahu aşkarda olanda da bilir. İnsanların içərisində sən namaz qılırsan, evdə qılmırsan. İnsanların içərisində vaxta baxsan, bir saniyə keçmədi, əzanı dur ver deyirsən, evdə yatırsan. Namazın vaxtını keçirdirsən. Allah ki, onlar bilirlər ki, Allah bunu bilir. Onların gizlini də aşkarda eyni idi. İçi də çölü də eyni idi. Dediyi ilə elədiyi eyni idi. Onun üçün Allah Subhanahu Muhammed s.ə.və o sahabələri vermişdi. Bizi vermədi. Biz o zaman olmadı Muhammed s.ə.v vaxtında. Vallahi billahi, bugün sən necəsən, imanın necədir, təqvon necədir, Muhammed s.ə.v-in vaxtında olsun, bu cür olacaqdır. Bundan artıq olmayasan, bundan üstünü olmayasan. Muhammed s.ə.v bu gün də var. Hədisləri var Muhammed s.ə.v-in. Muhammed s.ə.v bu gün də gəlsəydi, bu gün iman gətirməyən gətirməyəcəkdi. Bu gün asıq olan asıq olacaqdı. Bu gün üzün qırxan üzün qırxacaqdı. Söyüş döyən söyüş döyəcəkdi. Muhammed s.ə.v-i yalandan sevən yalan sevəcəkdi. Dininə girən dininə girəcəkdi. Qıraqda qalan qıraqda qalacaqdı. Hədislər, Muhammed s.ə.v deməyib bu hədisləri, namazı Allah əmr eləməyib, birinə yatırsan, birinə durursan. Allah Subhanahu deməyib o Qurandakıları, hamısını deyib.
Deməli, əsas naqislik özümüzdədir. Əsas naqislik itaətdədir. Allah Subhanahu bizim üzərimizdə muraqib olmasındadır. Ki, sən hələ bilmirsən ki, Allah Subhanahu həqiqətən də görür səni. Elədiyin əməlləri bilir. Hər bir baxış ki, baxırsan, vallahi ki, Allah bilir hamısını. Hər bir şey ki, öz qəlbinin dərinliklərində yalandan gizlədmirsən, Allah bilir onu. Allah Subhanahu deyir ki, yawma tublas sarair. O gün bütün sirlər aşkara çıxacaq. Allah Subhanahu qarşısında bir gizli olan qalmayacaq. Heç bir sir qalmayacaq. Heç bir yalan qalmayacaq. Heç bir böhtan, heç bir şər qalmayacaq. Heç bir xainlik qalmayacaq. Allahın dininə aldatmaq, fırıllaq gəlmək, Allahın dinin yalan saymaq, heç bir gizlin qalmayacaq. Hətta Allah Subhanahu Adəm əleyhissalamdan sonuncu insana qədər yaratdığı insanların başının üzərindən deyiləcək onlar. Hamısı, bütün günahlar. Əgər şirkin tamamdırsa, şirki bilirsənsə, əgər tohidi bilirsənsə, Allah Subhanahu sənin üzərində ikinci vacib elədiyi əməl var ki, Allah Subhanahu o şeylərlə sənə, Muhammed ümmətinə ən xeyirli ümmət deyib. Əgər bu səndə yoxdursa, sən bu ümmətin xeyirli sayılanlarından deyilsən. Namaz qılsın, oruç tutsun belə. Əgər sənin Allaha dəvətin yoxdursa, kim nə edir eləsin, mənim neyimə lazımdır? Bəla birinci səndən başlayacaq. Bəla birinci sənə gələcək. Allahın əzabı birinci sənə gələcək. Birinci sən sorğunlasan. Çünki bilənlə bilməyən eyni olmur. Sən artıq bilirsən. Allahın şəriəti çatıbsa əməl elə. Vallahi soruşularsan. Hər bir eşitdiyin sözdən Allaha and olsun soruşularsan. Allah hər birin, hər sözün, hər nöqtənin, hər hərfin soruşsun səndən soruşacaq. Eşitdin, niyə əməlləmədin? Sənə dəvət çatdı. Sən niyə çatdırmadın? Kimin danlağından qorxdun? Valideynin bəs mənə nətər baxacaq? Ölkədə cəmaat mənə necə baxacaq? Necə baxır, baxsın? Bəs düşünmürsən ki, Allah sənə necə baxacaq, bunu çatdırmasın? Mən birdən deyərəm, namaz qıl, mənə molla deyəcəklər. Ən aşağı yeri molla deyəcəklər. Mənə ağam deyəcəklər. Mənə məscidə gedənlər deyəcəklər. Sən əgər bunu fikirləsən, bəs Allah nə deyəcək? Qiyamət günü sən necə çağırlarsan? Allah nə deyəcək sənə? Oğrular gəlsin deyəndə, zinakarlar gəlsin deyəndə durarsan, şərbətdən atanlar gəlsin deyəndə durarsan, qoy namaz qılanlarla bir yerdə oldu desinlər. Namaz qılan da desinlər, molladı desinlər, geridə qalmışdı desinlər. Amma qiyamət günü bütün insanların başının üzərindən içki içən gəlsin, namaz qılanların dalıcan danışanlar gəlsin, Muhammed sallallahu aleyhi ve sellem'i sevməyib söyənlər gəlsin deyiləndə onlarla durmaq istəyirsən, hər bir insan qiyamət günü vallahi ki, öz başçısı ilə çağırır. Allah Subhanahu qiyamət günü hər kəsi öz başçısı ilə çağıracaq. Muhammed sallallahu aleyhi ve sellemin bayrağı altında olanlar gəlsin deyəndə durmaq istəyirsən, yoxsa alkaşlar, zinakarlar gəlsin deyəndə, Allah dininin düşmənləri gəlsin deyəndə, Allahın dinini söyənlər gəlsin deyəndə, hansı ilə durmaq istəyirsən? Bəs Allah qınamayacaq səni, heç kim səni yaratmayıb ki, mən onun qınağından qorxum ki, o mənə dil uzadacaq. O mənə deyəcək ki, bu namaz qılır. O mənə deyəcək ki, bu insanlarla, saqqallılarla gedir. İşimə zərər gələcək, gücümə zərər gələcək, maaş almayacaq. Hamısını Allah verir. Ruzunu Allah verir. Allah səni yaradıbsa, sən ta ölənə qədər sənə Allah ruzun verəcək. Heç bir sənin kimi məxluq, çörək yiyən məxluq, tualetə gedən məxluq, içindəkini çıxartmasa partlayıb ölən məxluq, sən ruzu kəsə bilməz. Heç kim kəsə bilməz. Sən kiməsə görə Allahın dinini tərk edirsənsə, Allahın dinini söylə baxıb gülürsənsə, onlarla durursansa, onlarla birgə oturursansa, sən də onlar kimisən. Sən bundan qırağa çıxmayasan. Qiyamət günü onlar gəl deyəndə, dedin, işimin xətrinə yola verdim. Qiyamət günü kim yola verəcək səni? Qiyamət günü Allahın qarşısına nə edəcəksən? Sirat körpüsündən səni hansı əməlin keçirdəcək? Hansı dəvətin keçirdəcək səni? Hansı yaxşılığa əmr eləməyin keçirdəcək səni? Allahın qarşısında Allah Subhanahu bu qədər günahlarla arzu edirsən ki, Allahın üzünə baxım. Atanın qarşısında bir günah eləyəndə atanın üzünə baxa bilmirsən. Qiyamət günü Allahın üzünə baxa bilərsən sən. Bu qədər günahla Allahı vallahi biz baxa bilmərik. O gün Allah Subhanahu gələcək, sağ atılacaq və səcdəyə çağırılacaqlar insanlar və bacarmayacaqlar. Bunu sən layiqincə səcdə eləməmisənsə, Allah qiyamət günü gələndə sən onun qarşısına səcdəyə qapına bilməyəsən. Namazda, ibadətdə, təkbirdən sonra sən dünyanı fikirləşmirsənsə, sən səcdəyə qapına bilməyəsən. Səcdədə Allah məni bağışla əvəzinə taal verdiydinsə, sən səcdəyə qapına bilməyəsən. Təmiz qəlbdən, sadiq qəlbdən Allaha səcdə eləməmisənsə, sən səcdəyə qapına bilməyəsən, Allahın qarşısında dura bilməyəsən. Bu dində yamaq olmusansa, bu dinin yaraşığını itirmisənsə, insanın paltarı təmiz, təzə olanda yaxşı olur. Zırlanda o yamaq vuranda, o şalvarda o yamaq o dindən döyür. Allahın dinində yamaq olmusansa, Allahın dinini elə sən olub ləkələmisənsə, sən səcdə elə bilməyəsən Allahın qarşısında. Çünki sən özü düzəlməmsən. Çünki sən əməli düzəlməmsən. Çünki sən sənə çatdırılan bu şəriəti, bu dini layiqincə hər kəsə çatdıra bilməmsən.
Çünki sən Allahın dininə istehza eləyənlərə, Allahın şəriətini lağ eləyənlərlə birgə oturmursan. Bu mənim dostumdur, mənim işim bundan keçirdimsən. İş heç kimdən keçmir, işi düzəldən Allahdır. Allah Subhanahu taala hansısa bir dağdan bir duman çıxardı, bütün aləm qaçır. Allah Subhanahu taala hansısa bir dalğaya bu şəhəri bağla deyib, bütün aləm qaçır. Sən dənizdən uzaqda olmursan. Dəniz buradadır, ləpə də buradadır, dalğa da buradadır, dağ da buradadır. Allah Subhanahu taala dalğanı qaldırıb başa uçurda, dağları başa uçurda. Sən əməlləri bu gün düzəltməmsənsə, hansı əmin-amanlıqla sən dünyada gəzirsən? Sələflərdən biri üçün deyir ki, əgər ölüm mələyi filan insana getsəydi, o öz halın dəyişməzdi. Deməzdi ki, ayda sübh namazına yatıb qalmışam, kaş ki sübh namazını qılardım. Ölüm mələyi elə canmalardı. Gör bu insan Allah Subhanahu taala itaətdə o qədər güclü olub ki, halın dəyişməzdi. Ölüm mələyi gəlmirsən, Allahdan gəlmirsənsə, xoş gəlmirsən. Mənim bəlam, mənim ölümüm, mənim müsibətim Allaha qovuşmaq olacaqsa, xoş gəlmirsən. Səni gözləyirdim mən. Sevən sevdiyinə qovuşmaq istəyər. Sevən Allaha qovuşmaq istəyər. Yoxsa ölüm mələyə gələndə Rabbircuun, Rəbbim qaytar məni. Ola bilsin ki, salih əməl görərəm deyəcəksənsə, sən ölümə nifrət eləyəsən. Sən ölmək istəməyəsən. Sən Allahın qarşısına getmək istəməyəsənsin. Çünki sən Allahı istəməmsən. Çünki sən şəriəti istəməmsən. Çünki sən dini istəməmsən. Çünki sən Allahın dinin layiqincə çatdırmamsan. Gəlib namaz qılmısan, evdə ata namaz qılmır. Evdə ana namaz qılmır. Evdə zövcə namaz qılmır, yoldaşı namaz qılmır, qardaşı namaz qılmır, oğlu namaz qılmır, uşağı namaz qılmır. Ölüm mələyə gələndə deyəm, qoy onları da haqqı deyim. Ondan sonra öldürərsən məni. Allah deyanmayacaq. Bir saniyə deyanmayacaq. Sən namaz qıldın, bəs onları kim çatdıracaq? Qiyamət günü ana yaxından yapışanda ki, sən evdən tutdun, namaza getdin, bilirdin. Mənə bir dəfə demədin ki, Allaha şərik qoşmaq olmaz. Şirk üzərində ölsən, cəhənnəmə girərsən. Sən evdən tutdun, ana öldü. Xəstə idi, ürəyi tutdu, öldü. Kim cavab verəcək onun cavabı? Sən haqqı bilirdin. Evdə qardaşın haram yiyir, evdə atan araq içir. Sən bir dəfə deməmsən ki, ata bu haramdır. Ən azından de. Heç kim demir ki, arağı götür, atan təpəsində sındır. Heç kim demir ki, ana gedirsə tut, döy günah onu. İbrahim xalq nə atasını döymədi, nə anasını söymədi. Ey atacan, şirk qoşma deyirdi. Şirk qoşma, mən səndən, sənin qövmündən, sənin ibadət elədiklərindən uzaqam. Mən şirk qoşmuram Allaha deyirdi. Sən də qoşma. Mən səni dəvət edirəm. Mən səni çağırıram. Ən gözəl yola çağırıram. Pisliklərdən uzaqlaşdırıram. Bir dəfə heç olmasa de. Bir dəfə de. Daima Allaha dua elə. Heç kim deməsin ki, mən dəvət edirəm, nəsə gəlmir də. Sən layiqincə dəvət eləmirsən. Vallahi sən qapını çox döysün, qapı açılacaq. Və Allah Subhanahu qapısını dualarla döymək lazım. Sən sadiqlərdən olsun, sənin duan hər bir zaman Allah qapında eşidilibsə, Allah sənin duanı qəbul edəcək. Yox, sən hər dəfə dara düşəndə Allah çağırmışsansa, sonra dua edirsən ki, duam qəbul olunmadı. Ancaq dara düşəndə Allah Subhanahu çağırırlar. Allah Subhanahu ancaq bizim çətin vaxtımızda Allahımız olur. Digər vaxtlarda biz müsəlmançılığımızdan o pisiyə çıxırıq. Götürdüm ərzəmi, yazdım, bugün mən Rəbbimdən imtina edirəm. Allahım, bugün sən mən Rəbbim döysən, bugün mən namaz qılmayacam. İstəmirəm mən sən. Uşağım xəstələnəndə deyirəm ki, ara Rəbbi, işə götür məni, mən sənin qulun oldum. Belə müsəlmançılıq olmaz. Vallahi olmaz. Bu müsəlmançılıq deyil, bu İslam deyil. Bu adamlıq deyil, bu kişilik deyil. Belə müsəlmançılıq heç kimə yaraşmaz. Ata-ananın cavabını kim verəcək? Uşağın cavabını kim verəcək? Qardaşın cavabını kim verəcək? Haqqı sən bilirsən axı. Ancaq Allah Subhanahu mənim Rəbbimdir, mən bəlaya düşəndə, çətinə düşəndə. Bax ki, insanın özünə buraxılsaydı, heç kim qəbul eləməzsən. Amma vallahi ki, tövbə ilə son sadiq gəldən, bu qədər günahlarla, bu qədər asiliklərlə, bu qədər Allaha qarşı gəlməklərlə Allah səni qəbul eləyər. Allah Subhanahu şəriətinə bax, Allahın böyüklüyünə bax, Allahın əzəmətinə bax. Ən böyük günah olan şirki, şirkdən böyük günah yox deyir üzərində. Allah səni yaratdığı halda sən Allahdan başqasından kömək istəyirsən. Allah səni yaratdığı halda Allahdan başqasını özünə rəbb tutursan. Allah səni namazı əmr etdiyi halda, öz evin, Kəbəni tavaf eləməyi əmr etdiyi halda sən gedib qəbri tavaf edirsən. Allah mənə dua edin, sizin duanızı qəbul edin dediyi halda sən hansısa ölmüş bir adamdan istəyirsən, ölmüş adama dua edirsən. Onunla yanaşı Allah səni bağışlayır. Tövbə edirsən, ya Rabbi, sadiq qəlbdən, təmiz qəlbdən peşman oldum. Rəbbimsən, səni tanıdım. Sənin qulunam, sənin kölünüm, ya Rabbi. Mənim səndən başqa əlimi açacaq Rəbbim yoxdur. Kimə açım əlimi məni doluğa atarsın? Kimin qapısını döyüm? Hamı məni öz qapısından qoyuluyub. Heç kim döydüyüm qapılar açılmır, ya Rabbi. Sənin qapındayım, sənin kölünəm. Canım sənindir, malım sənindir, nəfəsim sənindir, nəfsim sənindir. Tövbə verirəm səni, sadiq qəlbdən. Vallahi Allah bağışlayar səni.
Dünya dolusu günahla Allahın qarşısına getsin belə. Allah bağışlayarsan. Dünyalar dolusu günahla getsin. Yunus Aleyhisselamı zülmətlərdən, balığın zülmətindən, qarının zülmətindən, dənizin zülmətindən qurtaran kim oldu? Bircə an dua elədi ki, ya Rabbi, məni bəla baş verir, mənə bəla üz verir, məni buradan qurtar. Mələklər dedilər ki, ya Rabbi, bu tanış səsdir. Kimsə sənə həmişə dua eləyəndir. Və Allah Subhanahu çıxartdı oradan. Öz qövmündən bezmişdi. Öz qövmünü tərk eləmişdi. Öz qövmünü atıb getmişdi. Amma yenə tövbə eləyir, yenə qayıdır, yenə Allaha dua eləyir. Niyə görə Firon boğuldu? Niyə görə Firon tövbə eləyə bilmədi? Çünki onun səsi göylərdə eşidilməmişdi. Çünki onun səsi, dua səsi, onun duaları göyün qapısını heç vaxt döyməmişdi. Allah Subhanahu Fironu həlak elədi orada. Heç bir zaman Allaha dua eləmişdi. Çünki o deyirdi ki, "Ənə rabbukumul a'la." Mənəm sizin Rəbbiniz. Siz mənə dua eləyəsiniz. Çünki o deyirdi ki, Misirdə axan çaylar, bu dənizlər, hansı ki, ayağımın altından axır, o mənimdir. Təkəbbür edirdi. Allah o çayı onun üstündən axıtdı. Və dedi ki, Rəbb, mənəm. Sən iddia edirdin ki, ayağımın altından axır, indi Allah sənin üstündən axıtdı. Amma həmişə Allaha Subhanahu wa Ta'ala'ya dua edən Yunus Aleyhisselam zülmətlərdə dənizin altında olduğu halda Allaha dua elədi. Çünki dənizin üstündə olanda o özün Rəbb elan eləməmişdi. Özün qul kimi Allaha təslim eləmişdi. Allah Subhanahu Ta'ala qurtardı oradan. Zülmətlərdən qurtardı. Yunus Aleyhisselamın duası ilə qövmündə, millətdə, cəmaatda özün islah olduğun halda dəvəti tərk eləmək olmaz. Hər bir insanı dəvət edəsən, o zaman sən bu ümmətdən olasan. Allah Subhanahu Ta'ala buyurur ki, "Kuntum xeyra ummetin uxricət lin-nas." İnsanlar üçün çıxardılmış və yaxud insanlar içərisindən çıxardılmış ən xeyirli ümmət oldunuz. Nə zaman xeyirli ümmət olasan sən? Allah Subhanahu Ta'ala Muhammed sallallahu əleyhi və səlləm ümmətinə deyir ki, ən xeyirli ümmət oldun sən. O zaman ki sən tə'muruna bil ma'ruf və tenhauna anil munkar. Yaxşılığa əmr eləyəsən, namaza çağırasan, oruca çağırasan, zəkata çağırasan, Allaha şərik qoşmamağa çağırasan, Allahı sevməyə, cənnəti istəməyə, cəhənnəmdən Allaha sığınmağa, şirkdən, şirk əhlindən, bidətdən, bidətçilərdən çəkinəsən, yaxşılığa əmr eləyəsən və pislikdən çəkinəsən. O zaman sən bu ümmətin ən xeyirlərinə olasan. Yoxsa sən xeyirli deyilsən. Sən öz qulluq vəzifəni yerinə yetirmirsən. Və tu'minuna billah. İnsanlar içərisindən çıxardılmış xeyirli ümmət oldunuz, yaxşılığa əmr edirsiniz, pislikdən çəkindirirsiniz və Allaha iman edirsiniz. Allaha iman eləmək əsldir. Allaha iman eləmək özəydir. Allaha iman eləmək ağacın köküdür, kötüyüdür. Bu imanı sən sabit eləmək üçün, ağacı yerindən oynatmamaq üçün yaxşılığa əmr edib pislikdən çəkindirməz. Yaxşılığa əmr edib pislikdən çəkindirmək üçün birinci özü düzəltməlisən. Sən yalancı olduğun halda başqasına yalan danışma deyə bilmərsən. Sən namazı tərk elədiyin halda başqasına namaz qıl deyə bilmərsən. Vallahi billahi, kimin ki evdə, ailəsi namazda zəifdirsə, kişiyə qayıdır. Kişi zəifdir onun üçün. Sən namaza yatıb qalmışsan, qadın sənə durğuzur. Ki, namazın vaxtıdır. Deyir, yəqin boş şeydirsə bu. Yüngül şeydir, günahı azdır, günah yoxdur. Çünki elm alan sənsən, gedib yatan da sənsən. Qadını öyrətməyə layiq olan, lazım olan sənsən, yatan da sənsən. Oruç tutmaq lazımdır, atsa öskürür, atsa ağrıyır, oruç tutmur. Qadın ondan qabaq tutmur. Deməli, zəiflik səndədir. Sahabələrin qadınlarına bax, bizim kişilərimizə bax. Sahabə qadınları bizim kişilərimizdən daha çox kişi idilər. Sahabə qadınlara bax, Allahu Akbar. Milyon qadın yıxson, dünyada yaranmışlar. Bütün qadınları yıxson, bir Ayşə anamız eləməz, bir Xədicə anamız eləməz. Onun üçün sən evdə dəvətlisən. Birinci özün əməl eləyəsən. Evdə zəiflik varsa, zəiflik səndədir. İmanın zəifliyindən danışırsan, evə televizor sən qoymusan. Evin böyüyü sənsən. Sən evdən televizor çıxarsan, arvad televizor alıb getəcək. Evin rəisi sənsən. Allah səndən soruşacaq. Vallahi kim səbəb oldu? Kim bu yola qoydu səni? Muhammed s.ə.v deyir ki, kim bir pis yol qoyarsa, onun ardınca gələn, evə neçə adam gəlirsə, neçə nəfər baxırsan, hamısının günahını sən daşırsan. Televizor sən xarab eləsən, şunurun çıxarsan. Qadın ustadır, açıb düzəlsin. Təsəvvür elə, cəhənnəm qapısı, şeytanın gözü, təpə gözü qoymuşsan evə, xarab olanda belvə yükləyib aparırsan. Yüklədin belvə, aparırsan ki, usta düzəlsin. Özünü aparırsan. Sonra deyirsən ki, bu qadının imanı nöş zəifdir. Bu qadına nöş söz keçmir. Nöş namazda zəifdir. Nöş bu qadının imanı yoxdur. Çünki onu sən özün eləyirsən. Sən ərdən axşamı sən otuzurmuşsan televizorun qabağında, sən imanı güclü olsun. Televizora çıxanlar kimdir ki? Bir dəfə Allahın dinindən danışan kim olub? Ya sevgi mahnılar oxuyacaqlar, ya kliplər verəcəklər. Allahın dinindən yayındıran, Allahdan uzaqlaşdıran, qəlbi küfürlə, nifaqla, münafiqliklə dolduran şeylər verəcək.
sən bacarırsansa, sən çıxartmırsansa pislik evdən, deməli, günah səndədir. Günah sən daşırsan. Sən layiqincə Allahın dininə dəvət eləmirsən. Sən dəvət eləsən, evində pisliklər olmaz. Sən yox desən, evdə sənə... Çünki Rasulullah s.ə.v nə deyir? Hər biriniz başçısınız və əl-üzün altında sizə tabi olanlardan sorumlusunuz. Soruşularsan, uşağından soruşularsan, yoldaşından soruşularsan. Kim ki sənə tabidir, hamısından birər-birər soruşularsan. Bir-bir, tək-tək. 90 il həmin ailədə yaşamsan, 90 il öz hesabı verəndən sonra 90 il onların hesabını verəsən. Oğlun hesabını verəsən. Nəsə dəfə televizor açdı. Magnetofon aldın, 2 dənə mahnı kaseti qoydun. Dedim, Mozart'ın şedevrlərdir. Evdən mələkləri qovdun. Evində hakim şeytan oldu. Hamısının 50 il evli olmuşsan, 50 ilin sən qadının hamısından sorumlusun. 20-30 il uşağın olanda sən də onlarla yaşadın. 30 ilin hamısını Allah səndən soruşacaqlar. Hər saatın, hər saniyəsin. Namaza durğuzmadın, qoy yatsın. Namaza çağırmadın, qoy yatsın. Mən deyirəm, gəlmir dedin. Evdə neysə sındıranda döydün, namaza yatdı, döymədin uşağı. Televizoru salıb sındırsa öldürərsən uşağı. Amma namaza gəlmir, deyirsən, uşaq da gələr. Allahın ayələrini öyrənmədi, uşaqla bir dəvə maraqlanmı dərsə gedir, 2 alanda döyüb öldürdün uşağı. 2 dənə surə bilmir, uşağa heç nə demədin. Uşağa demədin ki, niyə görə əzbərləməmsən, niyə görə oxumamsan, neçə surə bilirsən, neçə ildir namaz qılırsan, 10 ildir, 20 ildir. Uşağı neçədən sonra bilir. Niyə görə Allah üçün bir dəfə şillə vurmadın ona? Niyə görə Allah üçün bir dəfə cibinin pulunu kəsmədin? Evdə ağzını bağlamadın ki, bu ayəni öyrənməmiş, otaqdan çıxmayasın. Kim ki neydən sorumludur, kim ki neydən soruşulacaq, kim ki kimin ki əlinin altındadır, hamısından soruşulacaq bir-bir. Bütün həyatından, bütün başçılığından. Sən, əgər Allahın şəriətindən ola-ola dəvət eləməmisənsə, çatdırmamsansa, soruşularsan. Bu ümmətin ən xeyirlərindən olmayassan, Allahın şəriətin doğru düzgün çatdırmayasansa, deməli, sən hamısından soruşulasın. Bu ümmətin xeyirlisi olmayassan. Allah Subhanahu səni layiq görmədi bu ümmətin xeyirlisi olmağa. Çünki yaxşılığa çağıran, sinirdən çəkindirəndir bu ümmətin yaxşısı olan. Muhammed s.ə.və layiq olan, Muhammed s.ə.v sahabəliyinə layiq olan, onun ümmətindən olmağa layiq olan, yaxşılığa əmr eləyənlər, pisliklə çəkindirənlərdir. Sən bunu eləmirsənsə, ən azından eşitdiyi, ən azından bildiyi demirəm, gedin siz alimlik eləyin. Gedin Quranın təfsirini danışın. Bilirsən ki, şirk olmaz, Allahdan başqasına ən azından and içmək olmaz. Görsün yanında bir hamısı deyən and içmə. Çünki elm olmadan hamı azacaq. Dəvət olmasa hamı azacaq. Elm lazımdır. O elmdən hansı ki səhih elm götürmüsən, onu sən eşitdiyin kimi çatdır. Artırma, azaldma. Eşitdiyin kimi çatdır, yadında qalanını çatdır. İftira atma. Yalandan demək ki, belə deyirlər. Deyilməyəni demə. Bilmədiyi demə. O belənci deyir, eşitmişəm, belə deyirlər, demə. Vallahi dilindən çıxan hər hərfi Allah soruşacaq səndən. Mənim haqqımda demirsənsə, vallahi mən də yapacaqam səndən. Qiyamət günü ki, mən demədiyimi niyə dedim? O məsələ gedənlər, sələflər belə deyirlər, onlar əqdəsində belədir, eşitmişəm, Allah soruşacaq səndən hamısı. Niyə yalan deyirdi? Özlərində görmüşdün, yox, cəmaat deyirdi. Cəmaat çox şey deyir. Cəmaat çox şey eləyir. Demək, Allahın dininə qarşı gələnlər ancaq alçaqlar olacaq. Heç vaxt əqidəsi təmiz, pis danışmayacaq, pis söyməyəcək, pis deməyəcək. Əbu Cəhil ölməyib. Əbu Cəhil davam edir, onun nəsli davam edir, münafiqlər davam edir, gedəcək, ta qiyamət üçün olacaq. Yəni dünyada, axirətdən öncə. Möminlər Allah Subhanahu hamısını can alacaq, bu münafiqlər olacaqdır. Deməli, ta qiyamət qopana qədər, axirətə qədər, sonuncu gününə qədər yer üzəri kafirlərlə, münafiqlərlə dolu olacaq. Bu həmişə var, olub. Yəni sən get, dərslər keç, Quran təfsirlərini ver, demirəm sənə. Ən azından eşitdiyi çatdır. O zaman sən xeyirlərdən olarsan, o zaman bu ümmətdən sayılarsan. Sən alimlik eləmək lazımdır, kitabları gedib oturub, kimisinə oxuyub şərh eləmək lazımdır. Elmi mənbəyindən götürərsən. Kim ki Allah Subhanahu Teala belə deyib, Rasulullah belə deyib, sələflər belə deyib demirsə, ondan elm də götürməyəsən, onun dərsində oturmayəsən, ondan söz götürməyəsən. Belə deyirlər, yaxud bir saat danışır xütbəsin. 2 dənə Allah Subhanahu Teala'dan ayə demir, 2 dənə hədis demir. Falan kəs belə dedi, falan kəs belə dedi. 50 saat danışır. Rasulullah deyir ki, İnnə minəl bəyən ləsihrə. Danışıq sehrin növlərindəndir. İnsanın danışıq qabiliyyəti sehrin növlərindəndir. Elə danışarsan ki, qabağındakılar sehr olur, ağzını açıb sənə baxarlar. Amma hər danışılan, əgər o danışılanın içərisində Allah dedi, Rasulü dedi, sələflər, sahabələr bu ayəni, bu hədisi belə başa düşdü. Yoxdursa, o elm deyil, batil elmdir, səhv elmdir. Kim ki deyəcək ki, yalnız Allah Subhanahu Taala'nın dediyi
bizim üçün qanundur. Hədisləri götürmürük, batil elm. Kim ki, Quranı, hədisləri götürürük, amma sahabələr kimi başa düşmək istəmirik dedi, batil elmdir. Sələf kimi başa düşərsən, sələf kimi əməl eləyərsən, sələf kimi dəvət eləyərsən, başqa metod axtarmayasan, başqa yol axtarmayasan. Allah Rasulunun yolu, Allah Rasulunun dəvəti bizə bəs eləyər. Kimisi kino ilə dəvət edir. Muhammed s.ə.v bunlarla gəlmədi. Kimisə belə dəvət edir. Rasulullah s.ə.v Allahın ayələri ilə kino çəkmək, kino göstərmək, hansısa nəcisindən təmizlənməyən Muhammed s.ə.v roluna gedəcək, Peyğəmbər kinosu adlanacaq, orada verilən mahnı Peyğəmbər mahnısı deyiləcək, Peyğəmbərin muskası deyiləcək, hansısa nəcisindən təmizlənməyən bir zındı Həmzənin roluna gələcək, radiyallahu anh. Sən deyəsən ki, necə yaraşırlar Həmzənin roluna. Fəxr eləyəsən ona. Hansı ki, o öz nəcisindən təmizlənmir. Yumur. Cahillər, sidiyə gedəndə əlin yumurlar. Yolda da sənə görə nətərsən, bilmirsən, əlin yumur, görüşməksə onu yumur. Vallahi yumur. Öz bədənin yumayan adam, əlin yumur, sənəndə bir görüşür. Sən evə getsən, uşağı öpürsən, əlin. Sonra sən uşağın öz xəstələndi. Bunun bədənində mikroblar üzünə yara çıxdı. Əlin yumur baxı bu. Uşağa mikrob keçməlidir də, Allahın dininə dəvət, metod demirəm, Allahın şəriəti, bu yol, bu sünnə, Muhammed s.ə.v-in gətirdiyi kimi olacaq, yoxsa nicat tapmayacaq. Heç bir dəvət, heç bir kaset, heç bir kino, heç bir, nə bilim, əfəndi, şeyh, hoca, heç bir nicat tapmayacaq, qəbul tapmayacaq. Əgər Allahın şəriətindən, Muhammed s.ə.v-in sünnətindən, sələflərin yolundan başqa bir yolla geçsən. Baxçına Quran-Kərimdə Allah Subhanahu bu yolu, bu dəvəti necə bildirir? Sələfin yolu hardan çıxartdıq? Niyə mən sələfə tabi olmalıyam? Mən öz ağlım yoxdur, Allah mənə ağıl verməyim, mən başa düşə bilmərəm bunu. Sən başa düşə bilmərsən. Allahın xitabların Muhammed s.ə.v başa düşüb və o da sahabələri öyrədir. Sən başqa cür başa düşə bilmərsən, başqa cür başa düşürsənsə, səndə naqislik var, ağlında naqislik var, ağılsızlıq var. Çünki sən Allah istəyən kimi başa düşmədin. Allah istəyən kimi Allahın Rasulü başa düşür. Allah istəyən kimi Allahın Rasulü başa düşdükdən sonra sahabələrə öyrədir. Allah Subhanahu deyir ki: "Və men yushaqiqar rasulə min ba'd ma tabayyana lehu'l huda və yettabi ghayra sabilil mu'minin, nuvallihi ma tawalla və nuslihi cehennəm və sa'at masira." Kim Allahın Rasuluna haqq ona bəyan olandan sonra, ona dəvət çatandan sonra, ona dəvət olunandan sonra, sən ona çatdırandan sonra, وَمَنْ يُشَاقِّ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى Doğru yol, İslam, Allahın dini, Allahın şəriəti, bu hökmlər bir insana açıq-aşkar çatandan sonra Rasulun yolundan üç çevirərsə, Rasulun yolu kimin yolu idi? وَيَتَّبِ غَيْرَ سَبِلِ الْمُؤْمِنِينَ Və möminlərdən başqasının yoluna tabi olarsa. Deməli, sahabələr var burada, var. Quran-Kərimdə Allah deyir ki, sahabələrdən başqasının yoluna tabi olarsa. Mömin çöldə araq çıb, sigaret çəkib, Allahın dininə, şəriətinə lağ eləyən, istecə eləyənlərdir. Mömin sahabələr idi, mömin sələflərdir, mömin Abbaqirdir, mömin Ömərdir, mömin Osmandır, Əlidir, Talhadır, Zübeyirdir, radiyallahu anhum, sahabələrdir. Allah onlar hamısından razı olsun, mömin olardı. Onlardan başqasının yoluna tabi olarsansa, Allah Subhanahu deyir ki, "Nuvallihi ma tawalla." Onu istədiyi yola yönəldəcək. Hansı yolu ki sevir, Allah onu o yola yönəldəcək. Ürəyin ağrımasın ki, kimsə çöldə imana gəlmədi. Sən dəvəti ölə, amma mən dəvət edim, o gəlmədi, sənlik deyil. Allah onu istədiyi kimi, istədiyi yola yönəldəcək. Onu uslihi cəhənnəm. Və onu cəhənnəmə aparacaq, deyir Allah Subhanahu. Ora gedəcək yerlərin ən pisidir. Cəhənnəm məskənlərin ən pisidir. Niyə? Çünki haqq bəyan olandan sonra Rasula qarşı gəldi. Rasula qarşı gəldisə, sahabələrə qarşı gəldi. Çünki bu doğru yol, bu sünnət, sahabələrin başa düşdüyü kimi, möminlərin başa düşdüyü kimi olmalıdır. Onların dəvəti kimi olmalıdır. Bax, sələflərə tabi, Muhammed s.ə.və yalnız tabi olmaqla Allah s.ə.v kifayətlənmədi. Kim Rasula tabi olmazsa, haqq ona bəyan ondan sonra cəhənnəm fəraq demədi. Deməli, sələfin yolu da vacibdir. Çünki sahabələrin fəhmi lazımdır bizə. Sahabələr necə başa düşübsə, o cür başa düşməliyik. Başqa cürü zəlalətdir. Başqa cürü azmaqdır. Başqa cürü cəhənnəmə girməkdir. Münafiqlərlə cəhənnəmin ən alt təbəqəsində olmaq. Başqa cür başa düşməyəm, mən ayanı oxudum, belə başa düşür. Hə? Sən kimsən ki, başa düşəsən? Təfsirini oxu. Gör, alimlər nə deyib buna? Mən zənnimcə, sən kimsən ki, sənin zənnin olar? Hamının bir ağlı var. Və hamı da ayrı cür fikirləşir. Bizə bir ağıl lazımdır, ona tabi olaq. O da Rasulullah s.ə.vədir, sahabələr.
Çünki sahabələr Muhammed s.ə.v üçün başa düşür. Ayələr sahabələrə görə inib. Filan ayə, filan sahabə belə elədi, onun üçün indi. Filan ayə, filan münafiq belə elədi, sahabələr gördü, rəvayət edilər, belə oldu. Onlara görə, onların içində, səbəblərə görə inib. Deməli, onu sahabələr daha gözəl bilir. Onların yolundan başqa bir yol, onların metodundan başqa bir metod, başqa bir dəvət yolu nə bizə lazım deyil, nə də ki, biz ona tabi olanlara tabi olmuruq. Ki, hə, kimsə kino ilə dəvət edir, kimsə nə bilim, nə ilə dəvət edir. Allahın şəriətin ayələrlə, hədislərlə, sahabilərin başa düşür kimi izah eləməklə, dərslərlə, mucizələrlə başa salasan və Allahdan istəyərsən ki, sənin dəvət elədiklərin haqqı başa düşsünlər, haqqı çatdırsınlar. Sən özün ixlaslı olasınsa, sənin qarşındaşlar deməli, dəvət alınacaq. Sən özün əməl eləyib sonra dəvət eləyəsənsə, qarşındaşlar vallahi ki, başa düşəcək. Ən azından sən özün təmiz, düzgün, doğru, düzgün əməl eləməyəndə, dəvət eləyəndə bir səni lağ eləyirsə, söhbətdə sənə üstün gəlirsə, birinə dəvət eləyəndə sən bir dəfə Qurandan danışırdın, sonra nəsə sənin anekdot danışırdı, sonra onun söhbəti gedirdi. Alırdı o məclisə, 3 nəfərsən, bir nəfər o, alırdı sənə ələ, danışırdı filan yerdə belə elədim, işdə belə oldu, orada belə gəldi, burada belə getdi, sən deyənə deyir ki, yaxşı da, bu başımızı xarab eləmə. Amma əməl elə, Allahın şəriətini düzgün, ixlasla əməl elə, gör dəvətin necə alınacaq. Sənin dəvət elədiyin danışa bilməyəcək. O danışanda sən deyəsən, qardaş, sən şöyün, müdürün, sən kiminsə anlatmağın, sən pul qazın, mən üçün maraqlıdır. Sən söhbətin mən üçün maraq yoxdur, qardaş. Ya bir dəfə gör, özünə müsəlman demirsən, gör, Quran-ı Kərim oxu da, müsəlmansan, kitabım Qurandır deyirsən. Bir dəfə heç olmasa diri olanda gözün görsün də, şuna gözü bərəldib baxırsan. Bir dəfə Qurana bax da, oxuya bilmirsə, heç olmasa gözün bir dəfə nurlansın da, o hərfləri gör ki, o hərfləri Allah Subhanahu Quran-ı Kərimə həqiqi danışıb, Allahın kəlamlarıdır. Səs olaraq, hərf olaraq, yazılmış hərf yox ha, səsdə olan hərflər. Allah danışıb onu, Allahın kəlamıdır. Allahın kəlamını qoyub şeytanın səsinə qulaqsan, mahnəyə qulaqsan, bir dəfə Quranla qulaqları ucingirlər. Qulaqların ləzzət alsın, gözün ləzzət alsın Quranla. Allahın kəlamının böyüklüyündən, gözəlliyindən nəfsin rahatlansın. Bir adam sənə otursun, izah eləsin, tövbənin yolunu göstərsin, elə rahat olursan, elə üçün sərinləyir. Oturun burada bir dənə qoşunma, qəşən bir dənə muğama tutarsın, elə sənin daha da dərdin bəlon yada düşəcək, borcların yada düşəcək. Amma Allah Subhanahu şəriətdə sənin günahların var, müsibətin var, səni yüngülləşdirir. Deməli, Allah Subhanahu şəriətinə ixlasla dəvət eləsən ki, Allahın bərəkəti olsun səndə. Allah Subhanahu şəriətinin bərəkəti olsun. Dərsimiz burada və sallallahu aleyhi və səlləm Muhammed və aləlihi və səhbə əcməin.